Mening qo'limga tushganliging, sening taqdiringmi, xuddi men naslini quritib atgan boshqa hayvonlarga o'xshash ekanligini bildiradi. Mening bir vaqt tamiqim bo'lganliging sening baxting. Xayr, xo'sh. İlgiri bu avat tağ ormanlığıda xilma-xil hayvanlar yaşaydı. Yolbas dadısının ornağı padişah boğandan keyin aldığı uçurağını yep, halğanını boğup öldürdü. Hayvanlarının ölgünü ölüp, qağalları tərəp-tərəpki qeçip getdi. Bugün o, qosaq qollığıdək bir çaşqan uçurap qapdı. Kim biladi? Əti ögün uzuq tapanmığını da məndək bicar vəzirnim yevdəmdi o texi. Yoq, mən bir amal tepib bu Mahtanchak yavuz şahni közdini yoqday. Uluq şahin, küç qudreti tangdassız uluq alileri, özlərinin qəddi qameti, micaz xulqi, batırlıqları, mərhum şah adlarına öz əyni oxşaydı cümua. Keçirsizlər, özümni çağılmay, mübarək şah adlarının uluq namını tılıq ağallığım üçün ölümgə layıq mən. Bir qoş qıynaqdan keçdim. Qıyını sözlə. Ola. Rəhmət. Köpdən köp rəhmət. Özlərinin adısı Yolbas hocam nəhayət məqamətlik batır idi. Şikarlağı dolu çıxatdı. Halğan vaxtı tağdan taqı səkrəb batırlıqla məşğul etdi. Özlərinin xoy bəylimi Yolbas hocamğa öz əyni oxşaydı cümua. Bu Mahtanchak padişah ağır qaltaq eylendi. Neymiş ki mening otamning fazilatlarini man bolduraq so'zlab bermiding, ha? Uluq şahim, özlərdən təb tatıb sözləyəməyən edim. Ha? Şondaqmı? Konularda atısının özünü balası basıdı degan maqal təmsil ba. Men üçün tağdın taqı səkrəb ötüş heç qandaq gap emas. Men bundan keyin xuddi shu otamdek tağdın taqı səkrəb batırlıqni məşq qılıman. Men bilan yur. Mayli. Şah otam tağdın taqı səkrəb məşq qılıdığan məşq o'rnini man ko'ztib qo'yg'in. Labbay. Şah otam tağdın taqı səkrəb məşq qılıdığan joy şumu? Dəli şu, lekin aliler sılı bu yerdən əsta. Sen meni ötənməkdə o deməkçimisən? Yox, mən ondaq deməkçə emas, lekin mən alileri... Ondaqda meni bu yerdən qandaq ötüdüqanlığını obdan bir körüb qoy.
Oy. Ha? Vaycan! Xayr, xo'sh, aliylari, maqtanchaqlik axir 5-ga chiqdi.